Salam uşaqlar, mən Həqiqət müəllimə. Bugün sizlərə təbiətdə 3-cü bölmə maddənin halları və çevrilməsi haqqında danışacağım. Ətrafda gördüyümüz bütün əşyalar, mühit, hər biri maddələrdən təşkil olunub. Maddənin halları deyəndə onun bərk, maye və qaz halı nəzərdə tutulur. Maddə temperatur dəyişdikcə bu hallarını dəyişdirə bilir. Yəni bərk halından qaz halına, qaz halından maye halına, maye halından qaz halına kimi çevrilmələr müşahidə oluna bilir və bu çevrilmələrin baş verməsi üçün temperaturun dəyişməsi şərti qorunmalıdır. Yəni temperatur dəyişdiyi zaman maddənin halı da dəyişə bilər. Gəlin maddənin müxtəlif hallarında onların xassələri ilə tanış olaq. Kütlə maddənin əsas xassələrindən biridir və kütlə dediyimiz anlayış M hərfi ilə işarə olunur. Ölçü vahidi olaraq qram, kiloqram, milliqram, ton kimi kütləni ölçmək üçün vahidlərdən istifadə edə bilərik. Amma cihaz olaraq kütləni hansı cihazla hesablaya bilərik? Tərəzi ilə hesablaya bilərik. Tərəzi burada sadə, burada elektron tərəzini müşahidə edirik. Sadə tərəzinin iş prinsipinə baxaq. Əgər biz hər hansı bir cismin sadə tərəzi ilə kütləsini ölçmək istəyiriksə, deyək 200 qramlıq bir cisim qoymuşam bura, hər hansı bir əşya qoymuşam və onun 200 qram olduğunu bilmirəm. Nə zaman bunu isbat edə bilərəm ki, bu 200 qramdır? Əvvəlcə 100 qramlıq daşı bura qoyuram. 100 qramlıq daşı qoysam, bu əgər 200 qramlıqdırsa, hələ də bilməsəm belə 200 qramlıqdırsa bu cisim. Əgər mən bura 100 qramlıq daş qoysam, 200 qramlıq ağır olacaq və ona bu isə aşağıda, bu isə qismən yuxarıda qalacaq. Tarazlıq yaranmayacaq. Amma ikinci 100 qramlıq daşdan bir ədəd də bura qoysam, tərəzi stabil qalacaq. Yəni hər iki gözü eyni paralel şəkildə dayanacaq və bu mənə isbat edəcək ki, həqiqətən 2 ədəd 100 qramlıq daşı qoyduğum zaman tərəzim tarazlıqda qaldısa, deməli mənim ilk qoyduğum cisim 200 qram kütləyə malik imiş. Elektron tərəzi ilə işimiz daha rahatdır. Ora cismi qoyduğumuz anda ekranında onun kütləsini dəqiqliklə görə bilirik. Kütlə elə bir anlayışdır ki, onu biz həm qazlarda, həm mayelərdə, həm də bərk cisimlərdə müşahidə edəcəyik. Hər üçünün müəyyən bir kütləsi mütləq şəkildə var. Keçirik həcmə və onun ölçülməsinə. Kütlə dedik ki, həm bütün hallarda mövcuddur və dəyişməzdir, sabitdir. Lakin həcmin haqqında eyni şey deyə bilməyəcəyik. Həcm dediyimiz anlayış V hərfi ilə işarə olunur. Bu da maddənin xassələrindən biridir. Ölçü vahidi olaraq istifadə edə bilərik. Kub santimetr, kub metr, litr, millilitr kimi ölçü vahidlərindən. Və biz həcmi ölçmək üçün istifadə edə bilərik cihaz olaraq menzurkadan. Həcmi ölçə biləcəyimiz cihaz menzurkadır. Menzurka ilə mayenin həcmini çox rahat ölçə bilərik. Çünki mayenin tutduğu qabın formasını almaq xüsusiyyəti var və o neçə milli həcmə malikdirsə, biz menzurkanın üzərində həmin rəqəmdə suyun dayandığını müşahidə edəcəyik. Amma bərk cisimlərində həcmini eyni qaydada biz menzurka ilə ölçə bilərik. Bəs bunun üçün nə edəcəyik? Bunun üçün maye olan menzurkanın içərisinə bərk cismi atacağıq. Bu halda mayenin müəyyən həcmi var idi, deyək ki, məsələn 35. 35-dən deyək ki, 55-ə qalxdısa, 35-55 nə qədər artım olub? 20 milli artım olub. Demək ki, ora atdığımız bərk cismin həcmi 20 millilitr olub. Yəni bu formada maye olan menzurkaya biz bərk cisim ataraq, həmçinin bərk cismin də həcmini ölçmüş ola bilərik. Amma qazların həcmini menzurkada ölçmək alınmaz. Çünki qazların sabit bir həcmi yoxdur. Qazların həcmi dəyişkəndir. Onların sabit həcmi yoxdur. Maye və bərk cisimlərin isə sabit həcmi olduğu üçün biz onları qeyd etdiyim formada asanlıqla ölçə bilirik. Daha sonra burada bir təcrübə ilə bizə bərk cismin həcminin ölçülməsini fəaliyyətdə veriblər. Eyni qaydada, bayaq qeyd etdiyimiz qaydada maye olan menzurkanın içərisinə bir bərk cisim atılıbdır və mayenin həcmində olan artım miqdarı bizə bu bərk cismin həcminin neçə milli olduğunu ifadə edə bilir. Bərk cismin bu şəkildə həcminin ölçülməsi metodunu ilk dəfə Arximed tətbiq eləyib. O, bu kralın tacının həcmini ölçərək onun qızıldanmı yoxsa başqa metaldanmı hazırlanmasını isbat etmək üçün bu üsuldan istifadə edib və bununla da adını tarixə keçiribdir. Demək, kütlə ilə həcmi müqayisə etsək, kütlə qaz, maye və bərk halında
müəyyən kütlə və ya sabit kütlə var deyə bilirik. Amma həcm üçün bərk və mayələrin sabit həcmi var, qazların isə sabit həcmi yoxdur kimi qeyd edəcəyik. Növbəti mövzuda bərk maye və qazların fərqli xassələrindən danışacağıq. Çünki az əvvəl onların oxşar xassələrindən danışmışdıq ki, müəyyən kütlə də var, müəyyən həcm də var. Sabit demirik. Müəyyən kütlə də var, müəyyən həcm də var. Kütləni sabit olaraq da deyə bilərik hər üç hal üçün, amma həcmi qazlarda sabitdir deyə bilməyəcəyik. Dəyişkəndir çünki qazların həcmi. İndi fərqli xassələrinə baxaq. Bərk maddələrə baxsaq, bərk maddələr olduqları qabın formasını almırlar. Baxın, müxtəlif formalı qablara bərk cisim atılıb, cisim öz formasını hələ də qoruyur. Deməli, bərkin sabit bir forması mövcuddur. Forma dəyişə bilmir, sabit bir forması mövcuddur. Bu səbəbdən də düşdüyü qabın formasını ala bilmir. Bu bərk maddələrin xüsusiyyətidir. Bunun da səbəbi onların zərrəciklərinin nizamlı düzülməsidir. Baxın, zərrəciklər necə nizamlı, səliqəli düzülüb. Bu da onlara müəyyən stabil bir forma verir və bu formanı dəyişdirmirlər. Olduqları qabın içərisinə uyğunlaşa bilmirlər. Sonra mayələr üçün amma eyni şeyi qeyd edə bilməyəcəyik. Çünki mayələrin sabit forması yoxdur. Sabit forması yoxdur mayələrin. Və mayələr bu səbəbdən də düşdüyü qabın, töküldüyü qabın həcmini tuta bilirlər. Yəni biz deyək ki, 200 milli mayəni 200 millilik bir stəkana da qoysaq, gedib 200 milli rəqəminin üzərində dayanacaqdır menzurkada və yaxud da belə səthi geniş olan bir qaba da qoysaq, yenə 200 millilik bir formanı tutacaq. Nəticədə o formasını dəyişdirir, sabit bir forması yoxdur, olduğu qabın formasına uyğunlaşır. Lakin istisna var. Un və qum kimi bərk maddələr, bura şəkər, duz da əlavə edə bilərik. Bunlar bərk olsalar belə axıcılıq qabiliyyəti mövcuddur. Yəni su kimi, maye kimi olduqları qabın formasını ala bilirlər. Bu da onların mayəyə oxşar nümunələridir. İndi isə qazlarla tanış olaq. Qazların ümumiyyətlə yenə forması, sabit bir forması yoxdur və qazlar olduqları qabın belə deyək, həcmini tamamilə zəbt eləyirlər. Məsələn, belə bir qabın içərisinə mən 200 millilik bir cisim atsam, bu cisim elə buradaca dibində qalacaq, öz formasını qoruyaraq. 200 milli maye töksəm, maye 200 milli üzərində dayanacaq. Amma 200 milli qaz əlavə etsəm, bu 200 milli qaz bütün bu qabın içərisini doldurmağa başlayacaq. Yəni, bütün qabın səthini dolduracaq. Əgər ağzı bağlıdırsa təbii ki. Amma mən bunun ağzını açsam, qaz burada durmayacaq yenə, başlayacaq xaricə çıxmağa, artıq otağın həcmini doldurmağa çalışacaq 200 millilik qaz. Çünki qazlar sıxılıb genişlənə bilirlər. Belə bir xassələri var. Sabit həcmləri olmadığına görə bunu bacarırlar. Zərrəcikləri də bir-birindən ən uzaq olan maddə halı qaz halıdır. Burada bir şpris təcrübəsi var. Biz əgər ki şprisə müəyyən qədər su doldursaq, suyun həcmi sabit olduğuna görə ağzını da barmağımızla tutub porşeni irəliyə doğru itələsək, suyun həcmi sabitdir axı. Burada sıxılma gedə bilməz. Ona görə də biz porşeni hərəkət etdirə bilməyəcəyik. Amma əgər ki orada qaz olsaydı, o zaman biz porşeni irəliyə apardığımız zaman qismən irəliyə aparmanı təmin edə biləcəkdik. Bunun da səbəbi qazların zərrəciklərinin uzaq olması səbəbilə porşeni sıxdığımız zaman zərrəciklərin sıxılması və nəticədə qismən porşenin irəliyə gedə bilməsidir. Səbəb budur. Yəni, sabit həcmi yoxdur qazların ona görə. Mayələrin isə sabit həcmi mövcuddur. Demək ki, ümumiləşdirsək, bərk maddələrdə forma, sabit forma mövcuddur, sabit kütlə mövcuddur, sabit həcm mövcuddur. Mayələrdə sabit kütlə mövcuddur, sabit həcm mövcuddur, amma sabit forma mövcud deyil. Qazlarda isə sabit kütlə mövcuddur, amma sabit həcm mövcud deyil, sabit forma mövcud deyil. Bu şəkildə uyğunlaşdırdıq. Davam edirik. Demək, burada maddənin halının dəyişməsi mövzusu ilə. Az əvvəl qeyd etdik ki, maddənin
halları dəyişməsi baş verməsi üçün mütləq temperatur dəyişkənliyi müşahidə edilməlidir. Gördüyümüz bu ardıcıllıqda bərkdən mayeyə ya da mayədən qaza keçid üçün temperatur yüksəlməlidir. Amma əksinə baş verəcək proses üçün, yəni qazın mayeyə ya da mayenin bərkə çevrilməsi üçün burada əksinə temperatur aşağı düşməlidir. Yəni soyumalıdır hava bir sözlə. Gəlin baxaq bura hansı prosesləri misal göstərə bilərik. Əgər bərk maddə mayeyə keçirsə, deyək ki, buz suya çevrilir. Biz bu prosesə ərimə deyəcəyik. Maye halından qaz halına keçməksə, deyək ki, su qaza çevrilir. Buna buxarlanma deyəcəyik. Məsələn, buzu bir qaba qoyuruq və qazın üzərinə yerləşdiririk. Buz başlayır temperatur yüksəldikcə mayeyə çevrilməyə. Burada baş verdi ərimə. Temperatur artmağa davam etdikcə isə orada yaranan maye hal yavaş-yavaş buxarlanmaya başlayır və qaz halında ayrılır həmin maye. Bu da olacaq buxarlanma. Hər iki proses fiziki prosesdir. Yəni maddənin tərkibi dəyişmir, sadəcə halı dəyişir və geri dönən prosesdir. Yəni buxar təzədən mayeyə çevrilə bilər, maye də təzədən donub bərk hala qayıda bilər. Bu səbəbdən geriyə dönən proseslərdir və biz bunları ona görə fiziki hadisə olaraq qiymətləndirəcəyik. Bütün hal çevrilmələri proseslərini fiziki hadisə olaraq qiymətləndirəcəyik. Demək, temperatur artanda baş verənləri gördük. Şəkil üzərində də baxaq. Demişdik ki, bərkin sabit forması var, amma burada fikir verirsinizsə artıq sabit forma pozulub. Zərrəciklər qismən uzaqlaşıblar bir-birlərindən. Sonuncu halda isə qaz halına çevrildiyi zaman zərrəciklər maksimal dərəcədə uzaqlaşıblar bir-birindən və zərrəciklər uzaqlaşdığı üçün artıq bir-birlərindən uzaqlaşıblar. Yenə sabit forma yoxdur, sabit həcm yoxdur və buxarlanma prosesi müşahidə olunur. Ərimə haqqında danışsaq, biz mayenin ərimə temperaturunu bilməliyik burada. Maye dediyimiz su, yəni suyun ərimə temperaturu neçədir? Suyun ərimə temperaturu da donma temperaturu da 0 dərəcədir. Hər ikisi 0 dərəcədir. Əgər ki 0 dərəcədən sonra temperatur yüksəlməyə davam etsə, onda əriməyə doğru gedəcək. Yox, əgər maye 0 dərəcədən aşağıya doğru temperaturun azalmasını müşahidə etsək, donma prosesini təmin etməyə başlayacaq. Yəni hər iki prosesin baş verməsi üçün belə deyək, keçid temperaturu 0 dərəcə Selsidir. Bu belə. Daha sonra biz burada sırsıranın formalaşmasını müşahidə edirik. Sırsıra nədir? Bəzən olur ki, yağış belə deyək, axıcılıq qabiliyyətinə malikdir maye halında olduğu üçün. Bu axıcılıq qabiliyyətinə malik olduğu üçün damlardan yağış suyu axır və hava o qədər şaxtalı olur ki, bəzən hərəkət halında olan bu maye elə hərəkət halındaykən donur. Və yaranan bu cür quruluşa biz sırsıra adı verə bilirik. Davam edirik. Bunları öyrəndiksə buxarlanmadan biraz danışaq. Buxarlanma nədir? Buxarlanma maddənin maye halından qaz halına keçid etdiyi prosesdir. Qaynama nədir bəs? Qaynamada da əslində eyni prosesi görürük. Sadəcə bir cüzi fərq var. Qaynama prosesində zərrəciklərin hamısı bir mənalı olaraq bütün nöqtələrində, bütün həcmi boyu zərrəciklərdə hərəkətlilik müşahidə olunur və mayenin qaza çevrilməsi maddənin daxilindəki bütün səthi boyu baş verir. Amma buxarlanma dediyimiz hadisədə yalnız hava ilə təmasda olan hissədə mayenin qaza çevrilməsi müşahidə olunur. Qaynamanın buxarlanmadan fərqi budur. Biz ona yüksək temperaturla təzyiq etsək, təbii ki, bütün daxili səthi boyunca başlayacaq maye qaza çevrilməyə. Bu artıq qaynamadır. Amma onu öz halına qoysaq, mayenin yavaş-yavaş, aram-aram yuxarıda hava ilə sərhəddə olduğu səthdən mayenin qaza çevrilməsi bu artıq buxarlanmadır. Nəticədə qaynama içərisində də əslində buxarlama prosesi gedir, amma bütün səthi boyu gedir. Mayenin daxilindəki bütün səth boyu. Sadə buxarlanmada isə qaynama getmədən olan buxarlanmada yalnız yuxarı səthdə biz mayenin qaza çevrilməsini görürük. Bəs buxarlanma nələrdən asılıdır? Buxarlanma nə üçün biz istifadə edirik daha çox? Məsələn, deyək ki, paltarı qurutmaq istəyirik. Bu zaman onu asırıq ki, buxarlansın, tərkibindəki su qurusun. Daha çox nə zaman biz paltarı havaya sərməyə çalışırıq? Hava isti olanda. Deyirik ki, hava istidə sərək tez qurusun. Deməli, temperatur yüksək olanda buxarlanma da yüksək olur. Sonra külək çox olarsa,
paltarı çoxlu qəşəng tərpədəcək, sirkələyəcək və yenə qurumanı sürətləndirəcək. Deməli, külək də çox olanda buxarlanma çox olur. Sonra səthin sahəsi. Deyək ki, biz bir dəsmalı sərmək istəyirik. Əgər onu qatlayıb sərsək, gec quruyar. Açıb sərsək, yəni səthin sahəsini genişləndirsək, tez quruyar. Deməli, səthin sahəsi də böyük olanda buxarlanma güclü olur. Amma rütubət, hava deyək ki, yağışlı və ya nəmlidir. Biz onda paltarımızı sərsək, rütubət çox olanda buxarlanma gec olacaq. Deməli, bu amillərdən buxarlanma ilə tərs mütənasib olan yalnızca rütubətdir. Digər qeyd olunanlar düz mütənasibdirlər. Ona görə də bu temperatur yüksək olanda, külək yüksək olanda və yaxud da səthin sahəsi böyük olanda buxarlanma güclü olur. Burada bir neçə fərqli detal da verə bilərik. Məsələn, şəkildə də göründüyü kimi, günəşin altında olarkən buxarlanma sürətlə gedir, temperatur çoxdur. Gecə isə buxarlanma zəifləyir. Çünki günəşin istiliyi azalıb. Küləyə baxsaq, sərinkeşi qoşduğumuz zaman külək yaranan buxarları buradan uzaqlaşdırdığı üçün yeni buxarlar üçün səth açılır və bu da yenə buxarlanmanı sürətləndirir. Həmçinin də səthin sahəsini artırdığımız zaman biz bir, belə deyək, adi stəkanda qoyduğumuz sudansa, armudu stəkanda qoyduğumuz su daha gec buxarlanır, daha gec soyuyur deyək. Çünki armudu stəkanın ağız hissəsi, səthinin sahəsi dardır. Bu darlıq onun buxarlanmasını zəiflədir. Çünki səthin sahəsi nə qədər çox olsa, buxarlanma bir o qədər güclü olar. Səthin sahəsi nə qədər az olsa, buxarlanma o qədər az olar. Armudu stəkanda gördüyümüz proses kimi. Rütubət isə bayaq qeyd etdiyimiz havada nə qədər çox su varsa, buxarlanma bir o qədər zəif olacaq. Yox, nə qədər az su varsa, buxarlanma bir o qədər güclü olacaq. Yəni, tərs mütənasiblik müşahidə olunur. Bu da buxarlanmanın asılı olduğu amillər. Qaynama haqqında danışdıq. Keçirik növbəti proseslərə. Kondensasiya və donmadan danışacağıq. Bayaq qeyd etdiyimiz buxarlanma və ərimə prosesləri temperatur yüksələndə baş verirdi. İndi danışacağımız kondensasiya və donma prosesləri isə temperatur aşağı düşdüyü zaman müşahidə olunur. Məsələn, kondensasiya nədir? Kondensasiya buxarın, yəni qazın mayeyə keçid etdiyi prosesdir. Kondensasiya. Qaz nə zaman mayeyə keçid edir? Hava soyuduğu zaman. Məsələn, havadakı qazın mayeyə çevrilməsi, biz buna şeh damcısı kimi təbiətdə müşahidə edirik. Hava qismən sərinləşəndə bunu müşahidə edirik. Ya da ki, belə, deməli, hamam otaqlarında, vanna otaqlarında buxar içəridə dolur, yəni isti su açıldığı zaman içəriyə buxar dolur. Amma biz qapını açanda içəriyə soyuq hava dalğası daxil olanda otağın içərisindəki, vanna otağının içərisindəki buxar şüşələrin üzərinə damcı şəklində hopur. Çünki temperatur aşağı düşdüyü üçün kondensləşmə baş verir. Buxarın mayeyə keçidi baş verir. Və yaxud burada digər kondensasiya nümunəsi görürük. Soyuq meyvə şirəsi bankasıdır və biz onu soyuducudan çıxarırıq. Soyuducudan, yəni soyuq meyvə şirəsidir, bankadadır. Bu şüşə bankalarda olan meyvə şirələrini müşahidə etmişik. Görürük ki, üzərində su damcıları yaranır. Bankanın özü soyuqdur. Bankanın özü soyuqdur. Havada isə buxar var. Havada buxar var. Bu buxar soyuq qaba toxunduğu zaman, havanın soyuq temperaturuna məruz qaldığı zaman kondensləşir və su damcısına çevrilir. Bankanın üzərində su damcısı kimi toplanır. Bu adlanacaq kondensləşmə prosesi. Havadakı buxarın soyuq səthə toxunduğu zaman mayeyə çevrilməsi prosesi. Burada şeh haqqında danışır. Bunu bayaq qeyd etdik. Burada isə suyun qaynaması zamanı baş verən prosesi müşahidə edirik. Burada nə görəcəyik? Suyu qaynadırıq. Burada heç bu qaynayanda buxarlanır. Su buxarlanır. Lakin hava soyuqdur. Yəni bunun içərisi qədər isti deyil. Yuxarıdakı yuxarı qalxan buxar, burada gördüyümüz buxar, soyuq havaya təmas etdikcə kondensləşir və mayeyə çevrilir. Su damcıları əmələ gəlir və bu su damcıları kondensləşmənin nəticəsidir. Hansı ki, bunu biz təbiətdə təbii şəkildə də müşahidə eləyəcəyik. Demək ki, burada bu verilən proseslərdə olduğu kimi ətrafda olan bu cür hadisələrdə biz kondensləşməni müşahidə edə bilirik. Yağışın yağmasında da kondensləşməni görəcəyik. Təbiətdə su dövranında biraz sonra izah edəcəm. Amma süni yağış yağdırılması zamanı da belə bir
prosesi tətbiq edirlər. Çünki bəzən çox elə ərazilər var ki, oralarda təbii yağış yağmır. Təbiətdə bu kondensləşmə maddələr dövranı pozulur deyə yağış yağmır və bu zaman ora süni yağış tətbiq edilir. Bunun üçün hava nəqliyyatı, yəni təyyarələr vasitəsilə buludların üzərinə quru buz adlanan maddə səpələnir və bu quru buz buludların içindəki buxarın soyuq havaya məruz qalmasına səbəb olur. Bu soyuq hava, yəni quru buz, həmin buxarı mayəyə çevirir. Yəni kondensləşməni sürətləndirir. Sonra bu maye yağış şəklində yerə tökülür. Bu da süni yağışın yağdırılması prosesidir. İndi təbiətdəki su dövranından danışaq. Təbiətimizdə su dövranının çox böyük əhəmiyyəti var. Çünki su dövranı, suxurların dövranı, maddələrin dövranı təbiətdə daima yenilənməni təmin edən proseslərdir. Gəlin baxaq nə baş verir. Əvvəla bilməliyik ki, su təbii halda içməli su qıtlığı yaransa belə ümumi götürdüyümüz zaman yer kürəsinin 3-dən 2 hissəsi sudan ibarət olduğuna görə biz su qıtlığı ümumi götürsək yaşamırıq. Yəni su enerjisi dediyimiz, su təbii ehtiyat olaraq bunlar tükənməyən təbii ehtiyatlardır. Tükənmirlər. İçməli su qismən tükənsə belə ümumi suyu götürsək tükənmir. Yəni 3-də 2 hissə sudur nəticədə yer kürəsinin. Şirin su ehtiyatları isə yalnızca 50-dən 1 hissəsini təşkil edir. Yəni çox cüzi bir hissəsini təşkil edir. Ona görə deyirik ki, içməli su azdır, amma ümumi su haqqında bunu deyə bilmirik. Təbiətdə olan su hövzələrində, deyək ki, çaylar, göllər, dənizlər daima su mövcuddur və bu su temperatur yüksək olanda günəşin yandırıcı şüalarının təsiri ilə maye buxara çevrilir. Yəni buxarlanma hadisəsi baş verir. Buxarlanma günəşin təsiri ilə. Buxarlanma nəticəsində yuxarıya qalxan buxar gedib buludlarda toplanır. Buludlarda toplanır, nə qədər müddət olsa orada qala bilər. Amma elə ki buludların ətrafında soyuq hava dalğaları yaranır, onda bu soyuq temperatur, yəni hava temperaturunun aşağı düşməsi buxarın təzədən kondensləşərək mayəyə çevrilməsini təmin edir. Yəni burada biz buludda buxar görürdük. Amma hava soyuyanda artıq bu buxar kondensləşir və kondensləşmə nəticəsində mayəyə çevrilir. Bu buxar mayəyə çevrilir və yağış şəklində, burada da görürsünüz, yağış şəklində yer üzərinə geri qayıdır. Deməli, buxarlanıb qalxmışdı, kondensləşdi və yağış şəklində yenidən təbiətə qayıtdı və yenidən su hövzələrində toplandı. Biz bu 4 proses nəticəsində buxarlanma, kondensləşmə, yağış kimi yağma və təzədən su hövzələrində toplanma. Bu 4 ardıcıl proses nəticəsində təbiətdə suyun dövranının baş verdiyini müşahidə etdik. Bizim orqanizmimizə də bir gün ərzində müəyyən miqdar su necə ki lazımdır. Biz ən azından litr yarım bir gün ərzində su qəbul etməliyik. Biraz çox da ola bilər bu. Amma bundan az qəbul edə bilmərik. Ən azı bu qədər qəbul etməliyik. Təbii ki, amma maksimal, yəni deyir, artıq içiləndə su belə dərd verir. Ona görə məsələn 2-3 litrdən artığı da artıq ziyan olar. Amma 1,5 litr tam normaldır. İçməliyik bu suyu gün ərzində. Çünki bədənimizə gedən bütün proseslər suyun iştirakı ilə reaksiyalar gedir. Ona görə də su daima bədənə daxil olmalıdır. Necə ki bizim bədənimiz su tələb edir, təbiətdəki digər canlıların da orqanizmi su tələb edir. Ona görə də təbiətdə bitkilərin yetişməsi üçün də, heyvanların həyatda qalması üçün də suya ehtiyac var. Bu səbəbdən də içməli suyun azalmasının qarşısını almaq məqsədi ilə biz su israfından qaçmalıyıq. İstifadə etmədiyimiz zaman evdəki su mənbələrini bağlı saxlamalıyıq. Ya da ki, ətrafdakı su hövzələrini çirkləndirməkdən qaçınmalıyıq. Yəni, bunlar suyun qorunması üçün edilməli olan müəyyən tədbirlərdir. Bölmədə verilən məlumatlar bunlardır. Gəlin xülasə ilə də qısa təkrar üzərindən keçək. Biz maddənin hallarını öyrəndik. Maddənin bərk halını, maddənin maye halını və maddənin qaz halını öyrəndik. Dedik ki, bərk halda maddənin müəyyən bir forması var. Yəni, nizamlı bir düzülüş var. Maye halında isə zərrəciklər qismən aralarındakı məsafəni böyüdüblər. Ona görə də müəyyən bir formaları mövcud deyil. Nizamlı düzülüşləri yoxdur.
Daha sonra mayələrin aralandığı üçün zərrəcikləri bir-birindən artıq hərəkət etmə potensialları yaranır. Çünki qismən bir-birlərindən uzaqlaşıblar deyə arada hərəkətlilik üçün məsafə yaradıblar. Ona görə maye qismən hərəkətlidir. Sərbəst zərrəcikləri hərəkət edə bilir. Amma bərk halda zərrəciklər sərbəst hərəkət edə bilmirlər. Sonra dedik ki, bərk maddənin müəyyən kütləsi var, müəyyən həcmi var, müəyyən forması var. Sıxılada bilmir. Bərk halı, mən deyirəm uşaqlara ki, bərk hal evin böyük uşağıdır. Ağıllıdır, baş aşağıdır, sıxılmır, belə deyək, ətraf əyilib bükülmür, müəyyən bir forması var, müəyyən bir həcmi var, kütləsi sabitdir və s. Ağır başlıdır deyək. Mayi hal ortancıl uşaqdır. Burada biraz müəyyən kütlə olsa da zərrəciklər biraz düzülüşünü pozub. Sıxıla bilmir, düzdür, amma sıxılmır yenə də, amma müəyyən bir forması da yoxdur. Sabit həcmi var, sabit müəyyən kütləsi var, amma zərrəciklər qismən hərəkətlidir. Yəni, bu ortancıl uşaqdır. Amma qazda tamamilə dəcəl uşaq. Evin son beşiyidir, dəcəldir. Sıxılır, sonra həcmini dəyişdirir, formasını dəyişdirir, sabit həcmi yoxdur. Müəyyən kütləsi bircə dənə var, çünki kütləni dedik ki, üçü üçün də oxşar xüsusiyyətdir müəyyən kütlə. Zərrəciklər maksimal bir-birindən uzaqlaşıb və çox hərəkətlidir. Yəni, zərrəciklər bir-birinə maksimal məsafə ilə yerləşdiyi üçün ən çox hərəkətlilik burada müşahidə olunur. Bu kimi proseslərə görə biz bunu evin son beşiyi ilə oxşar olaraq yadımıza saxlaya bilərik. Bir də bölmədə öyrəndik biz ki, temperatur soyuyanda, yəni aşağı düşəndə baş verir ərimə və donma. Temperatur yuxarı qalxanda isə, yəni qızdırdığımız zaman isə baş verir buxarlanma və kondensasiya. Bölmə haqqında deyəcəklərim bu qədər. Növbəti mövzuda görüşərik. Sağ olun.